Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Ve ala alihi ve ashabihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin amma ba'd. Yayılmış xəstəliklərin biri də, xüsusən də cavanların təbəqəsində zina xəstəliyidir, qardaşlar. Zinakarlıq. Və zina haram olduğuna görə İslam dinində zinaya aparan yolların hamısı da haramdır. Zinaya aparan yolların hamısı da haramdır. Bugünkü gündə demək olar ki, zinaya aparan yollardan biri, məsələn, naməhrəmlərlə, naməhrəm qadınlarla tanışmaq, oturub durmaq, onlarla xəlvət yerlərdə olmaq və həmçinin vəsilələrdən biri, bu tanış olmaq istər WhatsApp vasitəsilə olsun, Skype olsun, nə bilim, Adnaklasnik olsun, nə vasitəsilə olursa olsun, naməhrəm qadınlarla ünsiyyətdə olmaq, danışmaq, yazışmaq, tanışmaq, bunların hamısı zinaya aparan vəsilələrdəndir. Demək olar ki, həmçinin zinaya aparan vəsilələrdən sayılır əxlaqsız kinolar, əxlaqsız kliplər, şəkillər və s. kimi şeylər. Ona görə Allah Teala Quran-ı Kərimdə İsra surəsinin 32-ci ayəsində buyurur: وَلَا تَقْرَبُوا الزِّنَا إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاءَ سَبِيلًا. Zinaya yaxınlaşmayın, fahişəliyə yaxınlaşmayın. O çox çirkin bir əməldir. O fahişəlikdir və çirkin bir yoldur. Pis bir yoldur. Allah Teala bu ayədə demir ki, qardaşlar, zina etməyin. Zina etməyin demir Allah Teala. Zinaya yaxınlaşmayın. Yəni bir adam ola bilsin ki, də ki, mən naməhrəm qadınla otururam, dururam, söhbət eləyirəm, mən zina etmirəm ki. Allah Teala deyir ki, zinaya yaxınlaşmayın. Yəni sizin zina etmənizə səbəb olan, vəsilə olan nə varsa onlardan uzaq durun. Allah Teala həmçinin qardaşlar Furqan surəsinin 68, 69, 70-ci ayələrdə bəzi dində önəmli olan şeyləri əmr eləyir və bəzilərindən çəkindirir. O çəkindirdiyi şeylərdən biri də وَلَا يَزْنُونَ. İman əhlinin sifətlərindəndir ki, وَلَا يَزْنُونَ. Onlar zina etməzlər. Zinanın qabağını almaq üçün İslam dinində evlilik vardır. Evliliyə rəğbət vardır. Çünki insan evləndirsə, qardaşlar, zinadan uzaqlaşır. Allah Teala ayədə buyurur ki, وَلَا يَزْنُونَ. Yəni, möminlər həmçinin zina etməzlər. Zina ən çirkin əməllərdən biridir. Xüsusən də hədislər bu barədə var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İzə zənəl abdu xaraca minhul iman fəkənə kəzzulləti alə rəsihi thumma izə aqla'a raca'a iləyhil iman. Hədisi Abu Davud rahiməhullah rivayət edib Sunan kitabında. Abu Hureyran hədisidir. Hədis səhihdir, qardaşlar. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kişi bir insan zina eləyəndə imanı onun qəlbindən çıxır, başının üstündə kölgə kimi durur. Zinanı tərk eləməmiş, ona imanı qayıtmır. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, hədis İmam Muslim və Nəsai rivayət edib, Əbu Hureyran hədisidir. Sələsətun la yukallimuhumullahu yevməl qiyamə və la yanzuru iləyhim və la yüzəkkihim və ləhum azabun əlim. 3 kəs vardır ki, qiyamət günü Allah Teala onlara baxmayacaq və onları təmizə çıxartmayacaq. Onları şiddətli əzab gözləyir. Şeyxun zənin, zinakar, yaşlı, və məlikun kəzzabun, yalancı, əmir sahibi, padişah, prezident və s. kimi onların mislində olanlar, və ailim müstəkbir, kasıb və kibirli olan. Əslində zina etmək qadına da haramdır, yaşlıya da haramdır, gəncə də haramdır, hər kəsə haramdır. Eləcə də yalan danışmaq, eləcə də kibirlənmək. Lakin adətən yaşlı insana onun zina eləməsi daha sərtdir. Məsələn, padişahın, əmir sahibinin yalan danışmasına ehtiyac yoxdur. Yalan danışması daha sərtdir. Eləcə də kasıb insanın simasıdır ki, təvazükar olsun, imkansızdır. Amma həm kasıbdır, həm də kibirlidir, özünü yuxarıdan aparır, bu daha sərtdir. Ona görə, qardaşlar,
İslamda bir şey əmr olunursa, onun tətbiqatında mənfəət, onu edənə qayıdır. İslamda bir şey qadağan olursa, onu tərk eləməkdə mənfəət kimə qayıdır? Onu tərk eləyənə qayıdır. Ona görə zina nəyə görə qadağan olunub? Çünki hətta nəsillər qarışmasın deyə. Kim kimin uşağıdır bilinsin deyə, kim kimdən olub bilsin deyə. Nəsillər qarışmasın. Və həmçinin zinayı aparan yollardan çəkinmək lazımdır. Xüsusən də mən gənclərə, sizlərə özəl olaraq tövsiyə edirəm ki, internetdən uzaq durun. İnternetdən uzaq durun, xüsusən də sosial şəbəkələrdən. Sosial, ictimai şəbəkələrdən, əlaqə şəbəkələrindən. Çünki gəncsiniz, onun nə qədər fəsad, oranın içində nə qədər fəsad olduqlarını bilmirsiniz. Qarşındakı kimdir, hansı sual verir, sənə nə göndərir, xəbərin yoxdur. Ona görə salamat qal. Və kim internet işlətmək məcburiyyətində qalarsa, özünü nəzarətə alması lazımdır. Gizlidə girməməsi lazımdır. İnterneti cəmaatın ortasında, ailəsinin ortasında işlətməsi lazımdır. Gizlidə deyil. Və vaxtını kontrol eləməlidir. Nə vaxt girdi, nə vaxt çıxdı, elə qapı açıq olmamalıdır. Və girdiyi zaman etibarlı saytlərə girməlidir. Elm olan saytlərə, dərs saytləri, kitab saytləri və s. kimi. Və yaxud da bir adam işi ilə ilgilidirsə, sadəcə öz məsləki işi ilə ilgili maraqlana bilər. Amma vaxt keçirməyə dəyməz ki, buradan bu reklama baxasan, oradan o klipə baxasan, buradan bu məsələyə axtarasan, oradan o məsələyə axtarasan, bunların hamısı insanı həlak eləyir. Allah Teala Quran-ı Kərimdə buyurur: "La tattabi'u xutuvatiş şeytan." Şeytanın addımları ilə getməyin, addımlarına uymayın. Çünki şeytan insanı birdən-birə dindən gəlib çıxartmır. Birdən-birə səni aparıb zinaya salmır. Birdən-birə səni aparıb içki çizdirmir. Addım-addım, yavaş-yavaş. Balaca günahlarla sənin qəlbini qaraldır. İman zəifləyəndən sonra artıq görürsən ki, əmr olunan şeyləri tərk edirsən. Bugün namazda səhlənkarlıq, sabah naməhrəm qadınlarla danışmaqdan səhlənkarlıq, o bir gün naməhrəm qadınlarla deyib gülürsən, bunların hamısı əməl dəftərinə çirkin əməllər olaraq yazılır. Sonra Allah Teala qəlbini möhürlədikdən sonra, qəlbin paslandıqdan sonra, artıq üzündə iman nuru qalmadıqdan sonra səndən xeyir gözlənilmir. Zina da eləyəcəksən, içki də içəcəksən, oğurluq da eləyəcəksən, yalan da danışacaqsan, qeybət də eləyəcəksən. Ona görə şeytanın addımlarını bərbaşdan kəsmək lazımdır. Ki, hətta uyub xata eləməyəsən. Allah bizi zinadan qorusun, zinakarların şərindən qorusun, dünyadan və qadınların fitnəsindən qorusun. Və sallallahu və səlləm və barik alə nəbinə Muhammed və alə alihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.